Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Mən Mirheybət Əsədli. Bugün sizlərlə adi və onluq kəsirlər mövzusunun 3-cü hissəsi ilə tanış olacağıq. Mövzunun izahına keçməmişdən öncə kanala abunə olmağı və videolarda rəy yazmağı unutmayın. Əgər siz də bizim ödənişli dərs qruplarımıza və yaxud da ki, ödənişsiz dərs qruplarımıza qoşulmaq istəyirsinizsə, burada gördüyünüz 055 700 98 08 nömrəsi ilə əlaqə saxlamağı unutmayın. İndi isə keçirik mövzunun izahına. Biz ən son harda qalmışdıq? Qarışıq ədədlərin toplanması, vurulmasına. Onu bitirdik. İndi isə biz nədən bəhs eləyəcəyik? Bəhs eləyirik ki, qarşılıqlı tərs ədədlər nəyə deyilir? Qarşılıqlı tərs ədədlər hasili hər zaman 1-ə bərabər olan ədədlərə deyilir. Məsəl üçün, mən bura indi misal nümunəsi yazacağam ki, qarşılıqlı tərs ədədlər nə deməkdir? Baxın, 2-də, üzr istəyirəm bir saniyə, bu düz olmadı. 2-də 3 və 3-də 2 kəsirlərini yazıram və bu zaman görürəm ki, mən bunları bir-birinə vursam, bu 2 dənə kəsiri 3 ilə 3 ixtisarı, 2 ilə 2 ixtisarı getsə, hasil 1-ə bərabər olacaq və mənim az öncə dediyim tərif doğrulanmış olur. Bu ədədlər qarşılıqlı tərs ədədlərdir. Yəni, A ədədinin tərsi, belə deyim sizə, A ədədinin tərsi 1 bölünsün A deməkdir. Çünki niyə? A-nı mən vursam 1 bölünsün A-ya, A-lar ixtisara gedir, 1 qalır. Yəni, yekunda nə oldu? Hasili hər zaman 1-ə bərabərdir və bu ədədlərə qarşılıqlı tərs ədədlər deyirik. Bəs yaxşı, mən qarışıq ədəd yazsam, onu necə tapa bilərəm ki, tərsi nədən ibarətdir? Mənə verib 4,2-də 3, belə bir şey verib mənə və deyir ki, bunun tərsini tap ki. Mən bunun necə tərsini tapa bilərəm? Əlbəttə ki, mən bunu düzgün olmayan kəsirə çevirirəm. 4-ü 2-yə vururuq 8, 8-in üzərinə gəlirik 3, eləyir 11. Mənim kəsirim oldu 2-də 11 kəsiri və bunun tərsi nə olacaq, əziz şagirdlər? 11-də 2. Çünki niyə? 2-də 11-i 11-də 2-yə vurduğum zaman hasil 1-ə bərabər olacaq. Aydındırmı? Bildinizmi? Yəni, nəyə görə bu kəsirimin tərsi 11-də 2 oldu? Bu hissə yəqin ki, sizlərə aydın oldu. İndi isə keçirik ədədin hissəsinin tapılması və yaxud da ki, hissəsinə görə ədədin tapılması. Birinci, ədədin hissəsinin tapılması. Ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Burada bir mənalı olaraq bunu qəbul etmiş olursunuz. Məsəl üçün, deyir ki, bizə A ədədinin x-də y hissəsini tapın. X-də, x çox pis düşdü. A ədədinin x-də y hissəsini tapın deyirsə, biz burada nə dedik? Ədədi hissə göstərən ədədə vururuq. Yəni, A vurulsun, x, y. Vəssalam. Ədədin hissəsinin tapılması bu qədər sadə. Məsəl üçün, bura bir nümunə olaraq yazıram mən. Deyir ki, mənə 27-nin misalın şərtində deyir. 27-nin 9-da 5 hissəsini tapın. 9-da 5 hissəsini tapın. Nə dedik az öncə? Ədədi hissə göstərən ədədə vururuq. Vəssalam. 27-ni vururam 9-da 5-ə. 9 ilə 27 ixtisara getdi 3 dəfə. 3 vurulsun 15 nə qədər eləyir? 15. 3 vurulsun 5 daha doğrusu nə qədər eləyir? 15. Deməli, 27-nin 9-da 5 hissəsi 15 edirmiş. İndi isə gəlirik hissəsinə görə ədədin tapılmasına. İkinci izah edəcəyim hissəsinə görə ədədin tapılması. Ədədi hissə göstərən ədədə bölmək lazımdır. Məsəl üçün deyir ki, 4-də 3 hissəsi 9 olan ədədi tapın. Yəni, nə deyir? Hissəsinə görə ədədi deyir də. 4-də 3 hissəsi 9 olan ədədi tapın. Nə dedik tərifdə? Ədədi, baxın burada göstərən ədədi hissə göstərən ədədə bölürük. Yəni, 9 bölünsün. 4-də 3. Biz də bölümə əlaməti zaman nə demişdik kəsirlərdə? 9 qalır, kəsirimiz vurma olur və tərsinə çevrilir. 3-də 4 olur. 9-dan 3-ə ixtisar gedir 3 dəfə, 3-dən 4-ün 12 olmuş olur. Yəni, hissəsinə görə ədədi tapdığımız zaman ədədi hissə göstərən ədədə bölürük. Təbii ki, mən bunları dedikcə, yəni tərifləri dedikcə, siz bunları mütləq şəkildədir ki, qeyd etməlisiniz. İndi gəldik biz onluq kəsir anlayışına. Onluq kəsir. Qeyd edirsiniz bu anlayışı. Onluq kəsir anlayışı nə deməkdir? Onluq kəsir anlayışı o deməkdir ki, məxrəc, yəni kəsir xətti çəkdiyimiz zaman məxrəc
10 və onun qüvvəti şəklində olsun hər zaman. Yəni sürətdə istənilən bir ədəd yaza bilərik. X, Y, nə istəyirsiniz yazın. Mən hələ ki o məhsulu X ilə ifadə edirəm. Bu zaman məxrəc 10 və onun qüvvəti şəklində. Nə deməkdir? Yəni onun kvadratı da ola bilər, kubu da ola bilər, 100 də ola bilər, 1000 də ola bilər. Yəni sadəcə olaraq 10 və onun qüvvəti şəklində olmuş olsun. Bu zaman bu kəsirə deyilir onluq kəsir. Baxın, 10-da 2. %21. Bunlar hamısı onluq kəsir adlanır. Niyə? Çünki məxrəc 10 və onun qüvvəti şəklindədir. Mən buna bir nümunə olaraq sizin üçün qeyd edeyim. Onluq kəsir formasına yazım, tam aydın olsun. Məsələn, 10-da 3. Bu kəsir necə göstərilir onluq şəkildə? 0,10-da 3. Aydındırmı? Niyə belə oldu? Baxın, bölmə şəklində göstərsək buradan sizə 3 bölünsün 10. 3 ona bölünürmü? Xeyr. Bir dənə 0 yazıram bura, vergül atıram. Burada bir dənə 0 yazıram. 30 ona neçə dəfə bölündü? 3 dəfə. Aldığım onluq kəsir nədir mənim? 0,10-da 3. Deyilişi görürsünüzmü? 0,10-da 3 və yaxud da 0,21. Bayaq yazdım. Bunu necə yaza bilərik? 0,21. Kəsirin oxunuşu zamanı necə oxuyursunuz? %21, düzdürmü? Və onluq kəsirə çevirdiyimiz zaman 0,21. Aydın oldu mu? Yəni biz burada niyə buna 10-da və yaxud 100-də deyirik? Onluq kəsirimizdə belə. Yəni onluq kəsirimiz məxrəc 10 və onun qüvvəti şəklində göstərilməlidir. Yəni bu cür olan kəsirlər onluq kəsirlər deyirik. Bəs onluq kəsirlərimizi müqayisə edən zaman necə müqayisə edə bilərik müəllim? Sualı meydana çıxa bilər və bu sualın izahını baxın. Ötən videoda mən bunu səhv etmirəmsə demişdim, amma yenidən burada təkrarlayıram. Baxın, 2 onluq kəsir verib mənə deyir müqayisə ilə hansı hansından böyükdür və yaxud da kiçikdir. Mən baxıram birinci kəsirin tam hissəsinə, ilk öncə tam hissəsinə baxıram. Tam hissələrimdə bir problem yoxdur. 7-dir, 7-dir. Yəni bunlar bir-birinə bərabərdir. Keçirəm vergülün sağ tərəfindən başlayıram ilk növbədə. Baxıram sağda birinci ədəd nədir? 5. Digər kəsirimdə nədir? 5. Bu hissədə bərabər gedir. Hələ ki bərabər gedirik. Və o sağda olan ədədin bir sağına baxıram. 3. Və 5-in yanında olan digər sağa baxıram 4. Aha. 4 3-dən böyükdürmü? Böyükdür. Deməli mənim bu ikinci onluq kəsirim birincidən böyükdür. Aydın oldu mu? Bunu daha rahat bir nümunə ilə indi mən sizə izah edəcəm. Daha rahat nümunə ilə 2,5 və 3,1. Bu kəsirləri müqayisə edən zaman birinci vergülün sol tərəfinə baxın. Vergülün sol tərəfinə baxıram. Solda nədir? 2. Solda nədir? 3. 3 2-dən böyükdürmü? Bəli, avtomatik bu kəsir bundan böyükdür. Və yaxud da belə verə bilərik. 2,5, 2,7. Baxıram vergülün sol tərəfinə. Eynidirmi ikilər? Deməli, vergülün sol tərəfi ilə tam hissə ilə vergülün sol tərəfində olan ədədlər tam hissə deyilir. Tam hissə ilə mənim işim yoxdur. Keçirəm vergülün sağında birinci ədəd. Nədir? 5-dir. Digərində nədir? 7-dir. Aha. 2,7 2,5-dən böyükdür. Yəni uzun-uzadı bir ədəd verə bilər. Burada başlanğıc ədədlərin hamısı bir-birinə uyğun olar. İçlərində bir dənə ədəd digərindən böyük oldusa, sağdan başlayaraq gedirsiniz, həmin onluq kəsirimiz böyük olmuş olur. İndi isə onluq kəsirlərin toplanması, vurulması və bunlara aid bir neçə nümunə göstərək. Yəni onluq kəsirlər necə toplanır? Belə deyim, 4,12 üzərinə gəlinsin. 3,25. Necə toplayırıq kəsirlərimizi? Onluq kəsirlər toplanan zaman vergüldən olan hissələr tam alt-alta yazılır. Vergülün sağı solu sonra toplanır. Məsələn, sağdan indi normal toplama ilə başlayırıq. 5 üstə 2, 7. 2 üstə 1, 3. 4 üstə 3, 7. Bəs yaxşı alınan bu, burada bir dənə aşağıda 737 alındı da, elə deyilmi? Mən vergülü harda qoymalıyam? Aha, baxır sağdan 2, sağdan 2. Deməli, mən sağdan 2 ədəd sürüşdürüb bu hissədə vergül qoymalıyam. Alınan mənim onluq kəsirim nə oldu? 7,37. Aydın oldu mu? Toplanan zaman vergüllər alt-alta yazılır və sağ tərəfdən toplanmağa başlayır. Neçə ədəddirsə, o ədədə uyğun vergülə qədər biz burada vergülü aşağıdakı onluq kəsirdə yerinə yazmış oluruq. İndi isə onluq kəsirin vurulmasına aid bir nümunə yazaq. Məsələn, 2,4 vurulsun 3,2. Aha. Normal olaraq yenə də vurma qaydasından alt-alta vurmadan istifadə edirik.
Yəni 2 dənə 4-ün 8, 2 dənə 2-nin 4. 3 dənə 4-ün 12, 2 yazıram. 1 yadda, 3 dənə 2-nin 6, o da bir 7. İndi 6 toplasam, burada yer olmadığı üçün buradan yazıram. 8 eyni qalır. 4 üstə 2, 6. Bir də 7. Mən indi bu zaman vergülü necə qoymalıyam? Burada alındı 7, 6, 8. Yəni 768 alındı. Vergülü mən hardan qoymalıyam? Toplamada baxırdım ki, neçə dənə varsa sağ tərəfdə vergülə yaxın elə qoyurdum. Düzdürmü? Amma vurmada elə deyil. Burada neçə dənə var? Belə deyək. Bir dənə vergülə yaxın, burada da bir dənə. Deməli, mən 2 dənə sürüşdürməliyəm və vergülü qoymalıyam. Alınan mənim yekunda onluq kəsirim 7 tam %68 olur. Topladığım zaman vergülə yaxın olan neçə dənə ədəd varsa, o qədər mən sürüşdürüb sağa vergül qoyurdum. Vurmada isə onun 2 qatını etmiş oluram. Birinizdə nə var, ikinizdə nə var və o qədər də vergülü sürüşdürmüş oluram. İndi isə buraları biraz səliqəli hala salaq və keçək bizim sonlu onluq və yaxud da sonsuz dövrü onluq kəsirin izahına. Sonlu onluq kəsir ona deyilir ki, məxrəc yalnız 2 və 5-dən ibarət olsun. Baxın, bizə kəsirlər verirsə, məxrəc yalnız, yuxarıda nə istəsə qoya bilərik. Məxrəc yalnız 2 və 5-dən ibarət olsun. Məsəl üçün 10 ola bilər. Düzdürmü? Və yaxud da ki, 8 ola bilər. Bu 10 nədən ibarətdir? 2 vurulsun 5-dir. 8 nədən ibarətdir? 2-nin kubu. Yəni məxrəcdə gördüyünüz ədəd 2 və 5-nin vurularına ibarət olsun. 2 vurulsun 5, 5 vurulsun 5, 2 vurulsun 2. Yəni bunlar istənilən biri olur. Onluq kəsirimiz. Məsələn 20-də 7. 20 nədir? 2 vurulsun 2 vurulsun 5. Deməli nədir? Bu kəsirimiz adlanır sonlu onluq kəsir. Sonlu onluq kəsir. Bəs yaxşı. Sonsuz dövrü və sonsuz onluq kəsir nəyə deyilir? Sonsuz dövrü onluq kəsir ona deyilir ki, biz böldüyümüz zaman, məsəl üçün kəsirin sürətini məxrəcdə böldüyümüz zaman bu dayanmadan davam edir. Bunu sizə necə verəcək? Məsəl üçün 0 baxın belə belə gediriksə, məsələn 3də 1 kəsiri. Necə bölünür 3də 1 kəsir? 1-i 3-ə bölürsünüz 3 dəfə 0,3, 3, 3, 3 və davam eləyir. Bu kəsir nə qədər bölsəydə bu hissə 3-lər davam eləyəcək. Bu zaman bunu sonsuz dövrü onluq kəsir şəklində necə yazırlar? 0, vergül, mötərizə içərisində 3. Bunu gördüyümüz zaman, yəni mötərizə gördüksə onluq kəsirdən sonra bilirik ki, bu sonsuz dövrü onluq kəsirdir. Və sonsuz dövrü onluq kəsir də 2 yerə bölünür. Saf dövrü onluq kəsir, bir də qarışıq dövrü onluq kəsir. Mənim bura qeyd etdiyim 0, mötərizə içərisindəki 3 saf dövrü onluq kəsirdir. Sizə nümunədə verə bilər ki, məsəl üçün misalın şərtində verə bilər ki, 0 tam 4 mötərizədə 3. Yəni mötərizədən qabaq sol tərəfdə bir dənə ortada ədəd olsun. Vergüldən sonra mötərizədən qabaq bir ədəd olsun. Buna deyilir qarışıq dövrü onluq kəsir. Aydın oldu mu? Qarışıq dövrü onluq kəsir. İndi saf dövrü onluq kəsiri normal kəsir qaydasında məsəl üçün bizə verilib 0 tam dövrdə 4. Mən bunu necə kəsir şəklində göstərə bilərəm? Bunun bir qaydası var. Nədir qaydası? Məsəl üçün bizə verilən bir dənə hərflərlə yazım mən A dövrdə B. Mən bunu kəsir şəklində necə göstərə bilərəm? A yerində qalır, bir kəsir xətti çəkirik. B də elə sürətdə qalır və B-nin sayı qədər mən bura 9 yazıram. Burada bir dənə təkcə B olduğu üçün 9 yazdım. Düzdürmü? İndi baxın, mən burada indi izah edəcəyim nə olacaq sizə? Məsəl üçün, baxın 0,42. Yazdım mı burada? Belə bir dənə bizə onluq kəsir, sonsuz dövrü onluq kəsir verilib, saf dövrü onluq kəsir. Bu necə yaza bilərəm kəsir? Qabağında heç nə yoxdur ki. Onda boş kəsir xətti çəkirəm. 42 yuxarıda qalırmı? Qalır. Dedim axı, burada mötərizənin içərisində nə verilibsə, onun sayı qədər mən burada 9 yazıram. Olur 99-da 42. Deməli, mən bu saf dövrü onluq kəsirimi, sonsuz dövrü onluq kəsirimi çevirdim, normal kəsir formasında yaza bildim. Aydın oldu mu? İndi isə keçirik biz qarışıq dövrü onluq kəsiri necə yaza bilərik? Baxın, qarışıq dövrü onluq kəsir dedik axı 0, vergüllə mötərizənin ortasında bir ədəd olur. İstənilən tək və yaxud 2, hər hansı bir rəqəminə ədəd qoyulur. Baxın, belə verilir. Qarışıq dövrü onluq kəsiri mən necə çevirə bilərəm ümumiyyətlə normal kəsirə? Qarşıda bir ədəd yoxdur, 0-dır, yazılmır heç nə. Kəsirin məxrəcində 6 var ha burada. Yəni kəsirin verilən onluq kəsirin mötərizəsinin içində olan ədəd qədər mən bura bir dənə 9. Onun öncəsində, yəni vergüllə mötərizə arasında qalan ədəd qədər
0 yazıram. Kəsirin məxrəci alındı mı məndə? Məxrəc bu olur. Sürətdə isə ümumilikdə bu ifadənin, yəni 36-dan çıxıram vergüllə mötərizə arasında qalan ədədi. Yəni mənim alınan kəsirim 90-da 33 etmiş olacaq. Aydındırmı? Sadəcə olaraq siz bunu başa düşsəniz, heç bir çətinliyiniz qalmayacaq. Bir dənə də nümunə şəklində mən yazım, yenə də sizə daha anlaşıqlı olsun. Məsəl üçün 2,21 mötərizədə 6. Bunu mən necə çevirirəm? Bayaq dediyimiz kimi 2 varsa qabağında vergüldən əvvəl qalır. Kəsir xətti çəkirik. Mötərizənin içərisində olan ədəd sayı qədər 9 yazıram. Mötərizə ilə vergül arasında olan ədədlərin sayı qədər 0 yazıram. Vergüldən mötərizə bitənə qədər olan ədədi qeyd edirəm, 216 və çıxılsın yenə də vergüllə mötərizə arasında qalan ədəd. Aydın oldu mu? Yəni bu qədər sadə. Siz bunu qayda olaraq əzbərləsəniz, qarşınıza çıxan istənilən testlərin rahatlıqla öhdəsindən gələ bilərsiniz. Nə boyda ədəd versə də, nə eləsə də siz rahatlıqla öhdəsindən gələ bilərsiniz. Əziz izləyicilərimiz, növbəti videomuzun sonuna gəldik. Əgər bu videoların davamlı şəkildə olmağını istəyirsinizsə, kanala abunə olun, rəy bölməsində rəylərinizi qeyd edin, istəklərinizi qeyd edin. Hər hansısa mövzu, sınaq istəyirsinizsə qeyd edin və biz də sizin qeydlərinizə uyğun olaraq istədiyiniz mövzuları, sınaqları çəkib sizlər üçün paylaşaq. Bir daha qeyd etmək istəyirəm ki, əgər siz də bizim ödənişli və ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə, burada göstərilən 055 798 08 nömrəsi ilə bura qeyd edirəm böyük bir şəkildə, görə biləsiniz. 98 08. Bu nömrə ilə əlaqə saxlayaraq qruplarımıza qoşula bilərsiniz. Hələlik özünüzdən müğayət olun.